Salam müəllimlər. Bu gün mən sizlərə su qarışdırıcı kranlara aid bir nasazlığın izahını verəcəm. Nasazlığımız belədir. Ventil bağlıdır, amma krandan su axır və yaxud da onu açdıqda su qarışdırıcı kran uğuldayır və titrəyirsə nə etməli? Birinci mərhələ. İlk növbədə su təchizatı sisteminə gələn soyuq və isti suyu bağlamaq lazımdır. Birinci mərhələni suyu bağlamaq sözü ilə yadda saxlayırıq. İkinci mərhələ. Sonra suyun tam kəsildiyinə əmin olmaq üçün kran başlığını saat əqrəb istiqamətində fırladıb ventil başlığı açırlar. İkinci mərhələnin ventil başlığının açılması ilə yadda saxlayırıq. Üçüncü mərhələ. Kran başlığını bağlayan vinti açıb onu çıxarırlar. Daha sonra ventil başlıq gövdəsini açar ilə çıxarıb ara qatı yenisi ilə əvəz edirlər. Yəni, birinci mərhələdə suyu bağlayırıq, ikinci mərhələdə ventil başlığı çıxarırıq, üçüncü mərhələdə isə ara qatını yenisi ilə əvəz edirik. İndi isə buna biz video izahlı şəkildə baxaq. Əyani şəkildə görərkən bu zaman daha yaxşı yadda saxlayacaqsınız. Ventil bağlıdır, amma krandan su axırsa bu zaman nə edirik? Birinci mərhələdə su təchizatı sisteminə gələn soyuq və isti suyu bu hissədən bağlayırıq. Daha sonra isə suyun tamamilə kəsildiyinə əmin olmaq üçün kran başlığını açırıq və ventil başlığı açırıq ki, orada su tamamilə axıb qutarsın. Suyun axıdığını, qutardığına əmin oluruq. Daha sonra isə təmir prosesinə başlanılır. İlk öncə vintin üzərindəki qapaq çıxarılır. Orada bir dekorativ qapaq olur, yəni vintin görünməsinin qarşısını almaq üçündür. O qapağı çıxardırıq. Qapağı çıxartdıqdan sonra onun alt hissəsində kran başlığını bağlayan vint vardır. Həmin vinti vint açan vasitəsilə açıb çıxarırıq. Daha sonra isə ventil başlığın özünü açıb çıxarırıq. Ventil başlığın altında ventil başlıq gövdəsi var. Həmin o ventil başlıq gövdəsini isə açar vasitəsilə açıb çıxarırıq. Baxın, bu onun gövdəsidir. Və həmin ventil başlıq gövdəsinin içərisində ara qat yerləşir. Ara qatı həmin hissədən çıxardırıq və onu yenisi ilə əvəz edirik. Baxın, hazırda vint açan vasitəsilə onu çıxardırıq və ara qatı çıxarıb, köhnəsini çıxarıb, yenisini yerinə yerləşdiririk. Yenisi ilə əvəz edirik. Yenisini yerləşdirdikdən sonra ventil başlığın gövdəsini yerinə bağlayırıq. Baxın, açar vasitəsilə onu yerinə bağladıq. Daha sonra ventil başlığı onun üzərinə yerləşdiririk. Kran başlığını onun üzərinə yerləşdiririk. Sonra isə vintini bağlayırıq. Vinti bağladıqdan sonra da onun üzərində olan dekorativ qapağı da yerləşdirib, sonra suyu açıb, suyun artıq kəsilib-kəsilmədiyini yoxlayırıq. Belə müəllimlər, əgər bu öyrədici videodan faydalandınızsa, o zaman bəyənməyi, paylaşmağı və rəy yazmağı unutmayın.